Salam dəyərli izləyicilərimiz. Bugün sizləri Biləcəri qəsəbəsindən salamlarıq. Biləcərdə Evrahoma yaxın bir istiqamətdə sizlərə 2.5 sot torpaq sahəsində inşa edilmiş 3 mərtəbəli, 3-cü mərtəbəsi mansarddan ibarət olan 5 otaqlı həyət evi təklifimiz var. Evimizin geniş həyəti var. Gördüyünüz kimi fasad rənglənib, aqlay daşlardan istifadə edilibdir. Fundament beton karkas, 1-ci mərtəbə monolit, 1-ci mərtəbə ilə 2-ci mərtəbə ara kəsməsi monolit, cütdaşla inşa edilib və gördüyünüz kimi yerdən kürsülüdür. Küçəsi qapıya qədər asfaltdır, elitli bir məhəllədir. Evimiz 188 min manata təklif olunur. Real müştəriyə qiymətlər razılıq olacaq. Buyurub ətraflı tanış olaq. Birinci mərtəbənin dəhlizi, geniş dəhlizi var. Birinci mərtəbənin döşəməsi istipoldan ibarətdir. Evimizdə təmir işləri demək olar ki, çox az təmir işlərinə ehtiyac qalıbdır. Mətbəxlə tanış olduğunuz geniş mətbəxi var. Yəni evimiz bu şəkildə satılır, yəni təmir edilmir. İstəyən insan olsa qiymətdə razılaşıb təmir etmək mümkündür. Sanitar qovşağı da gördüyünüz kimi çox genişdir. Burada yerləşir qonaq otağı, çox geniş qonaq otağı var. Qonaq otağından isə arxa həyətə çıxışı var. Arxa hissədə isə belə bir kiçik həyət var. İkinci mərtəbədə yerləşir 4 yataq otağı, sanitar qovşağı və qardirob otağı. Burada yerləşir yataq otaqlarından biri. Gördüyünüz kimi mərtəbə arası monolit betondur. İstipoluna qədər çəkilib hazırdır. İkinci yataq otağı. Bu yataq otağının daxilində özünə məxsus qardirob otağı var. İstəyən insan sanitar qovşağına da çevirə bilər. Və digər 2 yataq otağı. Pəncərənin qarşısı açıqlıqdır. Gördüyünüz kimi evdə laminat işləri, divar kağızının işlənməsi, bir də qapıların işlənməsi qalır. Və ikinci mərtəbənin sanitar qovşağı. Üçüncü mərtəbə isə boya-boy mansarddan ibarətdir. Mansardın izolyasiyasına qədər hər biri işlər görülüb, yəni tam hazırdır. Qeyd etdiyim kimi 188 min manata təklif olunur, sənədi bələdiyyə sənədidir.